Amaliya xanım, ətrafımdakılar mənim paxıl olduğumu hesab edirlər. Sizcə bu nədəndir? Ətrafındakılar hiss edir, hesab edir, amma çox güman ki, sən onu özün başa düşmürsən. Çünki bu elə bir qəribə hissdir, qəribə bir emosiyadır. Bəzən insanda bu, bəzən yox, çox hallarda şuursuz baş verir. Sonra da vərdişə keçir və insan heç başa düşmür ki, o paxıldır. Ola bilsin ki, o paxıl insanların yanında böyüyüb, tərbiyəni elə alıb və həmişə həsəd hissi, paxıllıq, ola bilsin onu həmişə müqayisə ediblər. Kimlərdənsə ona vadar ediblər bəsə girmək. Hə, filan kəsdən sən pis deyilsən ki, sən filan kəs kimi olmalısan, belə olmalısan. Amma onun da kökündə bizim əvvəlki videolarımızda dediyimiz kimi özgüvənsizlikdir bu.